Əziz izləyicilərimiz, dəyərli dostlar, bu günləri 9 may 2025-ci il tarixində Boyat kəndində şəhid Ağayev Yalçın Rafiq oğlunun ocağındayıq. Demək, keçən səfər tədbirdə mən dedim ki, həqiqətən də xəcalət çəkirəm. Mən ki, bugünkü gündə bu gəlib tanımamışam, bilməmişəm ananın yaşadığını. Bu günlərdə demək, sabahları 10 may Ulu Öndər Heydər Əliyevin doğum günüdür və şəhidlər adına Minaxoru kəndində şəhid Məkan Qəhrəmanovun öz sahəsində əkilən Eysan bağında Mübarək ata dəvət etdi ki, şahid gəl kömək eləyin alça yığmağa, sabahları şəhid ailələrinə parkda alça paylayacağam. Və bilirik ki, ana da yaşlı anamızdır, bu ora gələ bilməyəcək. Mən dedim ki, elə mən yolum o tərəfədir, elə ananın o alça payını gətirim, ana o şəhidlərin adına əkilən o bağdan olan alçanın nübarını etsin. Və gəldik ki, ana bizi boşlamadı, dedi bir çay içməsəniz boşlamayacağım. Ana bir tarixi bir söhbət etdi. İstəyərdim ki, onu lentə alam. Ana, xoş gördük, salamlayıram səni. Demək, anamızın atası 1941-45-in qazisi olaraq bir qol, sağ qolunu itirib gəlibdi. Ana danışdı ki, biz bu yaranı, müharibə acısını biz elə uşaq vaxtından çəkmişik. Və ana buyur, o necə oldu, o atanın adını da denən xahiş edirəm. Buyur. Mənim atam Hümbətov Həvif Dəmiroğlu 1941-45-ci il Vətən müharibəsinin iştirakçısı oldu. Demək olar ki, bu ağrını, acını mən uşaq vaxtlarından görmüşəm, çəkmişəm. Ağlım kəsəndə atamdan soruşmuşam ki, bəs sənin qolunun biri hanı? Atam çox qoçaq adam olub. Bunu kənd adamları da, hamı qohum, əqrəba, hamısı bilir. Biz 10 uşaq olmuşuq. 10 uşaq olduğumuza baxmayaraq bizi hamıdan yaxşı saxlayıb. Qonşumuz vardı, Ağzarvat, deyirdi ki, onun bir qolu olmadığına baxma, 7 oğlun bərabəridir. İndi bu qələbədə demək istəyirəm ki, mənim atamın da payı var. Bəli. Atamın da payı var. Allah bütün ölənlərimizə rəhmət eləsin. Bütün şəhidlərimizə rəhmət eləsin. Siz də çox sağ olun ki, gəlirsiniz, yoxluyursunuz. Sağ olun. Borcumuzda siz bayaq bir cümlə işlətdiniz müəllimə. Dediniz ki, atamın sağ qolunun yazdığı bir xatirə, o yazı var ki, atam deyib ki, bu yazını itirməyin. O müharibədə hara gediblər, haranı alıblar, ayın neçəsində harda olmuşuq, bizi hara göndəriblər. Belə yazılar vardı. Deyirdi ki, o yazını itirməyin, saxlayın. Mən bir də o yazını yaza bilmədim. Hə, o durur sizdə. İndi mən o anam gildə bilmirəm, onu saxlayırlar. Hə, mütləq gələn səfər gəlişimizdə xahiş edirəm, o yazmaların gətirin ki, biz o əl yazmalarla tanış olaq inşallah. Allah sizi var eləsin. Və bu günləri, bu elə belə bir təsadüf deyil, hər bir təsadüf zərurətdən doğur. Bu günləri babasının bugünkü gündə, bax bu söhbətləri biz bilmək üçün bizi bura Yalçın gətirdi. Bizi bura Yalçın gətirdi ki, gəl şair, tək mən deyiləm qəhrəman, mənim nəslim köküm də, əcdadım da qəhrəmandır, mənim babam da qəhrəmandır və biz bura gətirən Yalçın oldu ki, gəldik, Yalçının sayəsində biz babasının da, qəhrəman bir babasının qəhrəmanlığı ilə tanış olduq. Allah sizi var eləsin. Ana, sana çox xüsusi bir təşəkkür edirəm, dəyərli qardaş. Sağ olun, var olun, Allah köməyiniz olsun. Allah sizi var eləsin. Qürur duyduq, qürur duyduq. Bir daha Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Amin inşallah.